Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün mən sizə 8-ci siniflərin dəyər nəşrlərinin keçirdiyi imtahanın sınağını işlədəcəm. Testlərinə baxacağıq sizinlə. Birinci testimiz hansı bəndlərdə verilmiş hansı bəndlərdə verilmiş 7-ci sual. Hansı bəndlərdə verilmiş sözlər bir-birlə münasibətdə homonimdir? Baş bədənin tacıdır, gözlər onun daş-qaşı, tərlan kimi gözlərin zillədi. Burada bir dənə baş çox mənalı sözdür, göz çox mənalı sözdür, daş burada çox mənalı söz deyil. Həm o çox mənalı sözdür, həm də homonim kimi işlənilir. Amma burada daş-qaş bütövlükdə götürürük deyə o söz mürəkkəb sözdür, ona görə biz onu götürmürük. Dağ başından evin səmti belə. Burada da baş sözüdür, amma burada hər iki baş çox mənalıdır. Çünki dağın başı məcazidir, amma insanın başı həqiqidir. Homonimlərin qaydası odur ki, mütləq hər iki məna nə olmalıdır? Həqiqi olmalıdır. Ona görə A bəndini götürmürük. Kəmər içməli su ilə doldurduqdan sonra Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarını ötürəcək. Burada kəmər, su kəməri, yəni suyun getdiyi hissə. Şal kişinin çiynindən yavaş-yavaş sıyrılıb kəmər yerinə. Bu isə şalvarın birinə bağlanan kəmərdir. Bu da isimdir, bu da isimdir. Hər ikisi isimdir. Amma biri suyun getdiyi yerdir, biri isə şalvarın birinə bağlanan. Ona görə cavab nə olacaq? B. Gəlin C variantına baxaq. Yara dərin olduğundan qorxuya düşmüşdü. Sözünü yara çatdırma. Buradakı yar sözün köküdür. A qrammatik şəkilçidir. Buradakı isə birbaşa yaradır. Yəni, homonimlərin əsas şərti odur ki, homonimlərdə başlanğıc forma eyni olmalıdır. Amma burada yara sözündə başlanğıc forma yaradır. İkinci cümlədəki yara sözün başlanğıc forması isə yardır. Ona görə C variantı deyil. Qara qış üstünə tökər qarını. Nərgiz gözlərindən məni ayıran. Nərgiz bugün məktəbə keçir. Burada da uşaqlar, ümumi isim xüsusi isimə keçəndə mənaları dəyişsə də homonim sayılmır. E variantına baxırıq. Koroğlu axırda bir dəli nərə ilə Dəli Həsəni yerə vurdu. Xəzər dənizində nərə balıq. Burada uşaqlar, nərə sözü uzanır, nərə. Burada isə nərə sözü uzanmır. Burada məna uzanma ilə dəyişdiyinə görə homonimlərdə də uzanma vurğuya görə dəyişmə, saitə görə dəyişəndə homonim sayılmır. Növbəti sual 13-cü suala baxırıq. Leksik mənası yanlış olan sözü göstərin. Minbər məscidin üzərinə xutbənin çıxıb vaz və xutbə oxunduğu yerdir. Bəli. Günbəz yarımkürə şəklində bina damı qübbədir. Blokada hər hansı ərazinin, ölkənin və şəhər və ya qalanın xarici aləmlə əlaqəsini kəsmək məqsədi ilə mühasirəyə alınmasıdır. Bəli. Cəhalət əslində olmayıb xəyalət fikrə gətirilən şeyə deyirlər. Xeyr. O cəhalət cahillik deməkdir. Cahillik, yəni heç bir şey bilməmək. Heç bir bilgini bilməmək mənasındadır. Ona görə də oradakı cəhalət sözü yanlış verib. 14-cü suala baxırıq. Dodaqucu sözünün səs və hərf tərkibi. Əgər bizdə sualın şərtində səs və hərf tərkibi deyə bir şey soruşursa, biz həmən dodaqucu sözünü dedirik tələffüz formasına. Tələffüz formasına necə eləyəcəyik? Onu ilk öncə, bir dəqiqə bunu düzəldim. Olacaq do, dağ. Burada niyə q olur uşaqlar? Çünki q samitindən sonra saitlə başlayan söz gələrsə, bu q samiti q kimi tələffüz olacaq. Olacaq dodaq-ucu. Ona görə biz də təhlili bu tələffüz formasına görə aparacağıq. Səs və hərf tərkibi arasında bir fərqli məqam var. Bəli, q-q-ya keçir. Bizdən yanlışı soruşduğuna görə uşaqlar A-nı çıxırıq. Kar samit işlənməmişdir. Bəli, kar samit işlənməyib.
Cingiltili samit Ğ samitinin kar qarşılığı ilə işlənmişdir. Baxın, əslində uşaqlar, cingiltili Ğ samitinin kar qarşılığı işlənmişdir. Cingiltili Ğ samitinin kar qarşılığı nədir? X. Düzdür. Amma burada X varmı? Xeyr, X yoxdur. Cavab C variantı. İncə saitlər işlənməmişdir. Bəli, hamısı qalın. Saitlər A, U qalındır. Həm dodaqlanan, həm dodaqlanmayan sait var. Bəli, O, U dodaqlanan. A isə dodaqlanmayandır.